Gündəm xəbərinin efirində hava haqqında məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Milli Hidrometeorologiya Xidməti iyun ayının 9-una olan hava haqqında məlumatı açıqlayıb. Məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22 dərəcə isti, gündüz isə 28-33 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın əksər rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı, dolu düşmə ehtimalı da var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacağı gözlənilir, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21 dərəcə isti, gündüz isə 28-33 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10 dərəcə isti, gündüz isə 13-18 dərəcə isti olacağı proqnozlaşdırılır.